Salam əziz dostlar, canlı yayımımız başlayır. Babat debatdasınız. Mən Kamran Əsənli, qonağımızı sizə təqdim edəcəm. Amma qonaq təqdimatından əvvəl əla bilirsiniz ki, like işarəsi. Like işarəsi o deməkdir ki, siz onu tıklayan kimi 10 nəfər də bizim canlı yayımıza qoşulacaq. Tənbəllik eləməyin, xahiş edirik sizdən bir əl hərəkəti ilə like işarəsi tıklayın. Bundan başqa Press kluba abunə olun, abunəsiz baxmayın. Burada həqiqətlər söylənilir. Ordumuz çox böyükdür, artıq 205 mini keçmək üzrəyik, bəzi keçmiş həyətdə 205 mini. O yüzden de Press kluba abunə olun. Bir də hansı şəhərdən, hansı ölkədən, hansı qəsəbədən, kənddən baxırsınızsa o yerin adını yazın. Bu monitoring üçün çox önəmlidir. Bilirsiniz ki, coğrafiyamız da çox böyükdür. Bugünkü qonağımız isə siyasətçi Teymur bəy Qasımlı. Teymur bəy, xoş gəlmisiniz. Kamran bəy, xoş gördük. Sizi izləyicilər salamlayıram. 2 aydan fasilədən sonra yenidən sizin verilişinizin qonağı olmaqda çox şadam. Azad bəyə də təşəkkür edirəm dəvət. Biz təşəkkür edirik vaxtlar gəldiyinizə görə. Bilirəm ki, sizin işləriniz çoxdur. Biz dəfələrlə müraciət eləmişik, bəzi işləriniz olduğunuza görə. Amma indi təbii ki, tələbələr sizə baxırlar, dərs edəcək tələbələr baxacaqlar. Teymur bəyin çıxışlarını səbirsizliklə gözləyirlər. Baxın, Teymur bəy, biz bilirdik ki, Putin ora gedəsi deyil. Bəli. Təbii, İstanbula gedəsi deyil. Və biz bilirdik ki, bu danışıqların son nöqtəsi İstanbul olacaq. Biz buradan proqramlardan dəfələrlə demişik ki, Səudiyyə Ərəbistanında filan da Ukrayna məsələsi, ümumiyyətlə Türkiyənin hegemon olduğu ərazilərin, yəni Qaradənizin, Qafqazın, elə Ukraynanın da Rusiya savaşının orada müzakirəsi gedə bilməz. Çünki Türkiyə burada əsas hegemon ölkədir. İndi bu İstanbulda görüşürlər. Putin təbii ki, həm bir neçə səbəbi var. İndi o səbəbləri siz deyərsiniz, niyə oraya getmədi. Amma Erdoğanla bu gün Zelenskinin görüşü var. Lindsey Graham'la görüşü var, orada görüşüblər. Sonra Rubio ilə görüşüblər orada. Sizcə bu görüşlərin önəmi varmı və İstanbulda nələr baş verir? Bizim sizlə axırıncı görüşümüzdə, verilişimizdə, əgər xatırlayırsınızsa, yəni bunu bir təkrar üçün deyirəm. Mən sizə də bu fikri bildirim, sizə dəstək verirsiniz. Riyadakı görüş Ukraynanı masadan kənar etmək idi. O ərəfədə xatırlayırsınızsa, cənab Zelenski Ankara'ya gəlmişdi. Və mən də sizə cavabında dedim ki, o masada olması üçün idi. Çətirin altındakı foto dünyadır. Bəli. Yegəşə çətiri Erdoğan özü tutmuşdu, əlini saxlamışdı. İndi mən üzr istəyirəm, düzdür, siz buna deyirsiniz, boş verin, fikir verməyin. Mən rəyləri də oxuyuram. Tənqid edən haqlı insanlara baş göz üstə qəbul edirəm, amma təhqir eləyənlər də var. Nə bilim, deyirlər, ay Kamran, bu savadsız, yəni məni hardan tapısız gətirmişsiniz. Amma bizim sizlə Allaha şükür buradakı ikimizin də birlikdə fikir var. Zaman hamısı da düz çıxır. Mən burada deyirdim ki, İranla ABŞ gizlin danışır, deyə görürsünüz. Sözlə təhqir edirlər. Mənə savadsız deyən adamlar özünə hörmət eləməyən axırıncı adamlardır. Bunu da bu fürsət düşdü deyirəm. İndi o masa qayıtdı. Vladimir Putinin olsa biz o səfərə, Ankara'ya səfərə gələcəyini, üzr istəyirəm, İstanbula gələcəyini mən də sizin kimi inanmırdım. Trump'ın da heç gələcəyini inanıram. Trump'ın müəyyən bir ümid var idi ki, bəlkə o yaxın şərqə bilirsiniz səfərə gəlir. Putin gəlsəydi gələcəkdi. Putin gəlsəydi gələrdi, amma Türkiyə onu Rəcəb Tayyip Erdoğan cənabları dəvət eləmişdi bu Ukrayna məsələsindən də əvvəl. Hətta bu danışıqlar da var idi ki, Trump İstanbula gələcək. Yəni Türkiyəyə səfərə gələcək. Bu olmadı. Hələ o çünki 5-ci günə kimi biraz sabaha kimi biraz gözləmək lazımdır. Bəlkə Trump Erdoğanla görüşə gəldi. Hə, o da bilmək olmaz. Mən bəlkə görüşdü, bəlkə Qatarın vasitəsi ola bilər. Hər şey ola bilər. Bu paraddan sonraki 9 may özlərinin bu paradı var idi və diqqət elədinizsə o paraddan əvvəl mən şərh də vermişdim bir saytların birinə. Orada da elə təxmini bu cümlələri demişdik. Elə burada da o fikirlərimizin bir çoxu da düz çıxdı. Yaşasın Rusiya belə getdi. Ukrayna adını ümumiyyətlə çəkmədi. Bir dənə uğur oldu, yəni dırnaq arası o Ukrayna xalqına qarşı döyüşülən texnikaları orada nümayiş elətdirdilər. Vəssalam, qalan indi Monqolistanı, Laosu, Hindistandan yığıb gətirmiş nümayəndə heyəti. Amma istədiyi adamlar ora gəlmədi. Təbii, gəlmədi və Teymur bir şey dediyim ki, o 9 may paradına 80 illik yubiley düşünürdü ki, 9 maya qədər Ukraynada hansısa bir şəhər, hansısa bir ərazini alacaq, amma heç nə eləyə bilmir. Kursk ərazisi idi. Koreya əsgərlərini orada qırdırdılar. Bir dənə Koreyan xeyri oldu. Şimdi körpüsünü salırlar Şimali Koreya ilə Rusiya arasına. Ondan sonra ani Vladimir Putin İstanbul sözləşməsinə qayıtmağı dedi. Çünki ətraf belə hətta Çinlə müttəfiqdir, indi dırnaq arası dostdur.
Yaxında Xi Jinping cənabları da deyir ki, bu müharibəni dayandırmalısan. Hindistanın baş naziri belə deyir ki, yaxşı səni dəstəkləyir filan bəhməşan, amma bu müharibə dayandırılmalıdır. Nəyə alırsan? Və nəticədə İstanbul sövdələşməsinə, müqaviləsinə qayıdırıldı. İndi axşama kimi deyirlər bu müqavilə olacaqdı, yəni bundan əvvəlki nəzərdə tuturam. Boris Johnson bu işi pozub. İndi pozub Amerika Biden administrasiyası. Bu ayrı məsələdir. Amma bu oldu. Amma o da yalandır axı. Çünki mən burada videoda göstərdim ki, o saziş Kiyevə tərəfindən bunlar qaçandan sonra, saziş pozulandan sonra Johnson gəlib Kiyevə. Özü 7 gün sonra, bir həftə sonra. Kamran bəy, var olun. O da yalan. Var olun. İndi bu müqavilə, bu sözləşməyə nümayəndə göndərib. Medinski baş müşaviri, Xarici İşlər Naziri müavini və s. İndi mən sizə şəxsi fikrimi deyim. Putinin ora gəlməyə də bir adı yoxdur. Çünki o ancaq diktə eləyib ki, bizim şərtlərimiz diktə olunanı qəbul olunsa, mən Zelenski ilə görüşəcəm. Bu bir. İkincisi də ki, ona görə gəlmir ki, burada təəccüblü yenə də bir şey yoxdur. Bunlar Ukrayna təzə yeni bir nəsə bir icad ediblər. Vladimir cənab Zelenski bunlar legitim hakimiyyət saymırlar. Yəni ikinci səbəblərdən də biri budur ki, bu Ukraynadakı hakimiyyəti legitim saymırlar, gedin seçki keçirdi, nə bilim neyin. Birincisi bu mümkün də deyil Ukraynada seçki keçirmək ölkənisin. Yox, kimdir o sözünə baxan? O sözünə seçki keçirməyəcək. Putinin İstanbula gəlməməyinin səbəblərindən ikisini mən əsas bunu görürəm. Amma məncə qorxusu da var, qorxu. Əlbəttə qorxu da var. İndi İrana səfəri gözlənilir, nəyə gələcək İrana səfər, digər məsələlər də var. İran tərcih olunub artıq. Yəməndən də çıxardılırsa, İran demək olar ki, qalır. Teymur, bu səhnəni bir gözünün önünə gətirin. Bax, Putin oturub Zelenskinin üzbəyiz. O, Putin orada nə hala düşəcəyini təsvir edirsiniz də. Ki, Zelenski onu nə hala salacaq oradan. Yəni, həm dinamikada, həm ritorikada. Həm də, Kamran bəy, Putin də indi hər nəticədə neçə ildir bu Rusiya Federasiyasını idarə edir. O özü də yaxşı bilir ki, onların Rusiya tərəfinin irəli sürdüyü şərtləri Ukrayna qəbul etməyəcək. İndi də, gəlin səbəbi danışan. İndi şərt nədir? Açıqlayıblar. Donetsk, Lugansk, Zaporojye, Xersonu bizim torpağımızı tanıyırsan. Hə, Krımı sonra danışarıq. Nə bilim, Rus dili məsələsi, digər məsələlər. Bunu Vladimir Zelenski bunu olsa qəbul etməyəcək. Əslində, yazıcısı bizim dövlət başımız dedi bunu ki, heç vaxt Ukrayna bunu qəbul etməyəcək. Qəbul edərsə, demək ki, mən, yəni öz haqqında dedi bizim dövlət başımız. Deməli, mən siyasətdən heç nə anlamıram, əl edərsə. O göz önündədir ki, dediyi kimidir. Azərbaycan dövlətini yenə gəlirik. Zaman-zaman bəzi qanmaz adamlar, insanlar Rus-Ukrayna müharibəsində Rusiyanın yanındakı kimi dırnaqarası göstərən adamlar var. Azərbaycan dövlətinin rəhbərliyi bizli, sizli bu müharibədə həqiqətən də biz Azərbaycan dövləti çox gözəl, praqmatik bir siyasət aparırıq və Rusiyanın Koreya kimi biz əsgər zad göndərir. Yəni bu məsələ Azərbaycan dövlətinin rəhbəri tamamilə düzdür. Ukraynanın burada Zelenskinin getmədi, orada hər şey bilindir. Olsa Ukraynanın buradan Vladimir Zelenski nədir? Telegram kanalında gəlməmişdən qabaq deyib Kamran bəy, atəşkəs olsun. Sonra danışarıq. Ona görə də Ukrayna demək ki, Rusiya günahsız insanları öldürür. Artıq gecə insanları yatanda vurur, binaları, yaşayışı da baxın o təslimiyyət üçün. Atəşkəs Rusiyaya sərf eləmir. Putinə sərf eləmir. Bəli, çünki o şərtlər qəbul olunmuraq, olunmayacaqdır. Və ona da heç kim razı olmaz. Sən tut mənim torpaqlarımı, rəhmətli deyək də, dünyasını dəyişmiş Henry Kissinger, biz sizə bunu bir dəfə də müzakirə eləmişik. Trump administrasiyası ilk başda ondan məşğul oldu. Yəni, o planı həyata keçirməyə çalışdı Kamran bəy. O şou elə-belə deyil idi Oval Ofisdə. Təbii 3 ayda onunla məşğul. Gəmirləri bilirsiniz, metallurgiya sənayesini döyüş eləmək, təhqir eləmək. Bu alınmadı. Vladimir Zelenski yenə dikdəyəndi, yenə əyilmədi. Amma Avropalı müttəfiqlər də sağ olsunlar. Əsasda İngiltərənin yeni baş naziri mən biraz qorxurdum, amma həqiqətən də odur. Və Almaniyanın yeni baş naziri də ikinci turda seçildi. O da dik bir dayanıb, o da açıqdan deyir ki, o Almaniyada Scholz'un uduzmanın, koalisiyanın getməyə səbəbi Ukrayna müharibəsidir. Təbii. Çünki Scholz istəmirdi Ukraynaya dəstək olsun, praqmatik idi. Sonra açıq təzyiq vasitəsilə oldu və hakimiyyət koalisiyası dağıldı. Nəticə etibarı ilə indi budur. Bu Merz çox kəskin və ötkəm görünür hələ ki. Merz həm biləsiniz, müstəqil Almaniya tərəfdarıdır, müstəqil Alman ordusu və Avropa ordusunu istəyir. ABŞ-dan da müstəqil olmaq. Həm Avropanı, həm Almaniyanı.
İndi bunu zaman göstərəcək, nə qədər bu olacaq, olmayacaq. Yəni sözünüzün cavabı bundan ibarətdir ki, Vladimir Putinin İstanbula getməməsinin səbəblərindən bundan ibarət budur. Amma Vladimir Zelenski gəlib əlbəttə ki, görüşəcək. Burada ola bilər yenə humanitar məsələni bilmirəm, ora toxunacaq, toxunmayacaq. Humanitar məsələlər ola bilər, əsir mübadiləsi gedir, digər məsələlər ola bilər. Amma indi bu şərtlər adı altında atəşkəsin, yəni bu Luqanskin, Donetskin digər tutduqları ver olacağına da mənim biraz şübhəm var. Bir şey də biz sizlə burada müzakirə etdik və onu da proqnozlaşdırmışdıq ki, Rusiya Ukraynadakı işğalı və ümumiyyətlə bu qarşıdurmanın taliyi ancaq Türkiyədə həll oluna bilər. O vaxt gedirdi Saudi Ərəbistanda filan da əyriyyətdə danışıqları gedirdi. Trump özü adamlarını göndərirdi. Amma indi məlum olur ki, nəinki Ukrayna Rusiya qarşıdurması orada həll olur. Ümumiyyətlə Ərdoğanın dediyini və mən telefon önündə danışıb cənab Ərdoğan Trumpla. Trump bu dönüşü edib indi Ərdoğanın dediklərini, məsələn Suriyanın bu indiki prezidenti ilə görüşməsi, bəli, orada Suriyaya qarşı sanksiyaları qaldırılması. Bunlar hamısı Solanini terrorist siyasından çıxartdılar. 10 milyon başına pul qoymuşlar ya. Çıxartdılar terrorist siyasına falan. İndi aşağıdadır da Colan indi. Görsənməyən oyun danışıqlar da var. Yəni orada PYD bu onu şərh edin. Nə üçün bəli bu niyə Ərdoğan dediyini Trump belə A hərf yerinə yetirir. Kamran bəy, biz bunu əvvəllər sizlə Suriya məsələsini müzakirə eləmişdik. İngilis kəşfiyyatı, İsrail və s. və Türkiyə kəşfiyyatı burada Əsədin devrilməsində çox böyük rol oynayıb. İndi açıqlanır ki, İran ordusu, İran hərbi hava qüvvələri Əsədə kömək eləyəcəkmiş. İsrail Netanyahu açıqlayıb deyinəməndi, vurublar. Amma bir tərəfdən də bu olub ki, Əsədin generaliteti, general ordu hissəsi xəyanət edib. Bu da var. Digər məsələlər də var. Ümumiyyətlə, Əsəd bu gün, Suriya bu gündədirsə, bir nömrəli səbəbkar Əsəd sülaləsidir. Kimin ölkəsində problem varsa, onun daxilində onu da, yəni Əsəd sülaləsi də ölkəsini bu günə qoydu, o da. Ona görə də Türkiyə burada böyük rol oynadı. Və nəticə etibarı ilə də Zolani Səudiyyə Ərəbistana və Türkiyəyə səfərə gəldi. Və dünənlərimdə Trumpa, həm Səudiyyə Ərəbistana, həm də cənab Ərdoğana Zolani təşəkkür elədi. Çünki Zolaninin başqa çıxış yolu yoxdur. Düz indi aşağıda da onun da Zolani deyilmir. Əhməd onun başqa çıxış yolu yoxdur. Çünki dövlət, hökumət qulluqçusunun pulunu verə bilmirlər. Büdcə sıfırdır. Başqa yolu, ona görə də ya bu yolu tutmalıdır və ən önəmlisi Türkiyə ilə münasibətlər daha sağlam qurulmalıdır. O zaman Səudiyyə Ərəbistan həmişə Əsəd sülaləsinə müxalif olub. Bu adamın arxasında da bəli, demək Səudiyyə Ərəbistan var idi, Qatar var idi. O cümlədir. Burada sizin gözəl dediniz girişdə. Maliyyə cəhətdən bu iki dövlət həll edib, siyasi cəhətdən Türkiyə dövləti burada rolda oynayıb. Hərbi cəhətdən də. Gələlim Trump məsələsinə. Trump yaxın şərqə gəldi, bilirsiniz. Bir nömrəli yaxın şərqə səfərinin bundan ibarət ki, dedi Biden administrasiyası sizi bizdən küstürdü falan, hər şey yıxdı Biden administrasiyasının üstünə. Biden administrasiyası həqiqətən də çalışdı ki, yaxın şərq körfəz ölkələrini Rus-Ukrayna müharibəsində tərəf tutsalsın. Bacarmadı. Yaxın şərq ölkələri bir tərəf oldu. Hətta parada Misirin prezidenti də gəlmişdi. Misir silahlı qüvvələrində keçdi. Amma Biden dedi ki, yaxşı, tərəf tutmursunuzsa, Kamran bəy, neftin qiymətiniz var. O da ona getmədilər. İndi Biden, Trump gəlib, o gündəmdədir. Amma ondan əlavə bir 142 milyard bilirsiniz, Səudiyyə Ərəbistandan digərlərindən yardım, silah, dünən Birləşmiş Əmirliklər Boeing satacaqlar. Demək, əvvəlki gücünü yaxın şərqdə ABŞ elə deyək, İsrailsiz bunun da altını tuturam. O çox qəribə, onun üçün o istəyirəm onu açasınız ki, nə baş verir? Mən gördüm elə sizin gözlərinizdən ki, onu İsrailsiz özü bu. Çünki biz sizlə nə danışmışıq? Hətta bir dəfə də bir qonağımız da vardı, hərbi ekspert İranı vura fikir. Gördünüz, İrana deyir ki, sanksiyaları götürmək istəyirəm Trump. İrana deyir ki, danışırıq. Danışırlar da. Yəni, digər məsələlərə. Amma və lakin Trumpın yaxın şərqə bir nömrəli səfərinin əsas məqsədi Çindir. Bəli, Çin yaxın şərqdə güclənir. Yaxın şərqdə aktivdir. Özü Səudiyyə Ərəbistanla Çinin çox gözəl münasibətləri var.
Ona görə bir nömrəli yaxın şərqə səfərdən bu üç dövlətlərə səfərləsə səbəbi Çinə qarşıdır. Ki, Çini burada gücünün qarşısını alsın, Çini burada istəklərinin qarşısını alsın. Kamran bəy, məndən də yaxşı bilirsiniz. İkinci Dünya müharibəsi bitdi. Yaponiya məğlub oldu. Koreya belə. ABŞ gəldi, konstitusiyalarını yazdı. İqtisadiyyatlarını inkişaf elətdirdi. Chevrolet Cruiser maşını gəldi Koreyada, Yaponiyada istehsalat qurdu. Marshall o Xarici İşlər Naziri pullar verdi və dedilər sizin inkişaf elətdirdi. MacArthur orada, MacArthur. Bəli. Yox, o da vardı, amma dövlət katibi də Marshall. Təbii, Marshall planı Avropada. Bəli. Sizdə də hər şey, bu sizin istəyimiz var. İstəyimiz budur ki, siyasi güc olmayacaqsınız. Səhv danışıramsa, doğru, tamam doğru. Var olun. Bu gün Yaponiya, Koreya iqtisadi gücdür. Amma siyasi güc deyil. Bu mənim sözüm deyil, Willy Brandt'ın sözüdür. Almaniya iqtisadiyyatda əcdahadır, siyasətdə cırtdandır. Əla. Çin də, indi dedilər, biz Çini neyniyək SSR-dən alaq. Öz tərəfimizə çəkək. Çəkdilər də. Amma gözləmirdilər ki, Çin, yəni düşünürdülər ki, Yapon kimi də sakitcə duracaq. Amma elə olmadı. Çin bugün siyasi güc olub. Bax, məsələ ticarət müharibələri, o da vergiləri aşağı saldı. O deyil. Bugün Çinin siyasi gücü olub, Amerikanın maraqlarına toxunduğuna görə Trump administrasiyası da, digərləri də bu planı aparır. Vergi, digər məsələlər. Amma Trump geri verdi. Çünki Trump çox bəlkə argüman... Çünki ona görə verdi ki, bir də ayıldı ki, ölkəsinin digər cibmə, bütün təhlükəsizlik, digər ayılması Çindən gəlir. Ona görə baxdı ki, bu özünün yaxın adamı, silahdaşı Elon Musk dedi ki, kişi sən neynirsən? Yaxşı dedi. Ümumiyyətlə, bu hakimiyyət, Trump'ın bu iqtidarı milyoner, milyonçular hakimiyyətdir. Yəni, onlarla da. Milyarderlər. Amma əsas, bəli, milyarderlər, Elon Musk dedi ki, sən nə varsan, neynirsən? Bu ona cərmələri, yəni artırırsan vergiləri, bu bizə ziyandır. Və bir də... Deyək ki, Elon Musk'ın Çində fabrikaları, zavodları var. Bəli. Bir də Kamran bəy. Mao Zedong yoldaşı öləndən sonra Deng Xiaoping gəldi hakimiyyətə. Deng Xiaoping. Bəli, Deng Xiaoping. 70-ci illərdə ordu şikayət eləyir ki, ordu dağılır. Bəs biz gəlir. Bu olmuş şey. İstinad Henry Kissingerin Çin əsərində. Bəs bizim bu hərbi hava dəniz qüvvələrimiz dağılır, zəifdir ordumuz. Deng Xiaoping deyir ki, 10 il mən sizə pul verilməyəcək. Gedin bir təhər ordunu saxlayın. Bax, bugün isə Çinin hərbi dəniz qüvvələri ABŞ-ı keçib. Bax, bunu niyə gəlirəm? Yəni, bir daha təşkil edirəm. ABŞ... Necə keçib ABŞ-ın? Harasa 12-dən artıq aviyo daşıyıcı gəmiləri var. Çində 2 dənə. Yəni, bunu Pentagon özü etiraf edir. Bəlkə o hövzədə artıq yoxsa? Hövzə, hərbi dəniz məsələlərində, güc, digər məsələlərində. Amma ABŞ-ın Çin nə isə keçsə, ABŞ demokratik bir ölkədir. İnsan hüquqları var, seçki var, demokratiya var. Çində bu yoxdur. Amma dövlət aparat sistemi yaxşıdır, işləyir, Kommunist Partiyasına. Bunlar ayrı məsələdir. Amma bu olmadığı müddətdə də Çinin daxilində demokratiya yoxdur. Bu ayrı məsələ. İndi o özləri bilər. Yəni, bugün Henry Kissinger özü belə, ölməmişdən qabaq, ABŞ-ın dövlət nümayəndə biz sual verilib dövlətli jurnalistlər ki, bilirdiniz ki, sizi alladacaq Çin. Dedi, təsəvvür etmir. Çin allatdı bunları ki, ABŞ, Yaponiya kimi, Koreya kimi siyasi güc olmayacaq. Elə gedin, nə deyirsiniz, eləyəcəksiniz. Yəni, orada bir məqam var. Birincisi, Çinin ölçüsü çox böyükdür. Bəli. İkincisi də Çinin diplomatiya və hərb ənənəsindən danışmayacağım. Diplomatiya və adam allatma, yəni ki, siyasətdə insanı allatma ənənəsi 5000 il yaşı var. Amerikanın 200 il cəmsi yaşı var. Sunzu hərb sənəti. Təbii. Tələbiyə deyirəm, beynəlxalq münasibətlər, siyasət elmi oxuyan adama 2 kitabı oxumalısan. Sunzu hərb sənət, Niccolo Machiavelli hökmdar. İndi oxumur, özü bilir. Olsa oxumaq heyrəsi. Bəli, o bir misal da var, bəlkə yanlış varam, deyir, neynirsən Çin, niyə çayın qırağında oturub, deyir, balıq tutun, deyir, 2 saat, 3 saat oturun, hani balıq gəlmir, deyir, o ölüsü də olsa gələcək. Yəni, səbir. Sonda sənin düşmənlərimin tabutu gəlib, yaşayır. Desə, onlar Putin tabutunu gözləyirlər və ona da nail olacaqlar. Çin, biz demişik, bu müharibə yoldaş Xi Jinpingə çox böyük sərf eləyir, Ukraynaya, Rusiya. İndi bugün Trump administrasiyası
SSR-dən necə ki qopartmışlar Çini, indi Rusiyadan Çini qopartmaq istəyirlər. Hə, indi bu nə dərəcə uğurlu olacaq, uğursuz olacaq bunu, amma hiss olunur ki, Tramp administrasiyası buradan İranı da öz tərəfinə bu sanksiyalarına gətirmək istəyir. Yəni Tramp administrasiyasının yaxın şərqə səfərindən Trumpın yaxın şərq səfəri bir nömrəli əsas məqsəd budur. Çindir. İkinci, Biden administrasiyası dövründə olan soyuq münasibətlər, birisi o qaşıqsızın jurnalistin ölməsi və s. bərpa üstədiyində qazandı, Boeing satdı, o 140 min hava müdafiə sistemləri, silah və s. Qatar digərləri. Ona görə də demək Tramp administrasiyasının və həm Türkiyəni bayaq deyirsiniz, həm buradan İrana deyir, gəl əlimi uzadıram, sanksiyalara götürürəm, demək danışaq, buradan da İranı təhrik edir. Gəlin bu Çin məsələsini bitirək, çünki burada və bir də üzü üstünə Kamran bəy, Vitkovun Azərbaycanla Ermənistana İbrani sözləşmələri, müqavilələrinə qoşulmaq durub-durğuluda belə bir fikri də oldu. Bunu da xatırlatmaq istəyirəm. Vitkovdan əvvəl deyirlər, amma Vitkov onu konkret artıq səsləndirdi. Dedi, indi o bizə aidiyyəti yoxdur o müqavilə, amma niyə dedi, o da bir fikirləşmək lazımdır. Trampın gedişlərində uğursuzluq, 3 ayda uğursuzluqdur. Düz indi daxildə. Yox, xarici siyasətdə, xarici siyasətdə müharibəni saxlaya bilir. Hə, o məsələ. İsraili təklənib indi orada bilirsiniz. İsrail Amerikanın tarixi orada müttəfiqi deyil, o özü də orada. Yəni ki, orada başqa şey demək istəyirəm. Brzezinski və Kissingerin tarixi bilgisi çox güclüdür, bilirsiniz. Kissinger 100 yaşından da çox yaşadı. Kissinger tarix elmlər doktoru idi. Təbii. Yəni bu adamın siyasi elmlər doktoru idi. Tarixi bilgisi çox fundamental tarixi bilgisi vardı və tarixi bilgilərə dayanıb o Çini Sovet hökumətinə ayıra bildi. Çox gözəl var olan. Trumpın və ətrafındakı Vitkovun və yaxud da Vance'in və digərlərinin qəti tarixi bilgisi yoxdur, göz önündədir. O günlərin Trump bilirsiniz, İtaliyaya gələndə deyirdi ki, Amerika Roma imperiyası dövründən dostluq eləyib bir-biri ilə. Yəni o bir şey var burada, yanlışlıq var. Tarixi bilgisi olmayan siyasətçilər böyük faciəyə, uğursuzluğa düşər olurlar. Faciə sözünü qoyub bir tərəfə, uğursuzluğa düşər olurlar. Çünki baxın, bu gün nədir? Kissinger dövründə SSR Çindən asılı değildi. Çin SSR-dən asılı idi. Çinin həcmi böyük olmasına baxmayaraq, o SSR-nin kiçik qardaşı idi orada və onu oradan qopartmaq asan deyil. Və mümkün də oldu. İndi Rusiya və Çin münasibətlərində Rusiya Çindən asılıdır. Və tamamilə aslı vassal vəziyyətindədir. Çindən vassal vəziyyətindədir. Və burada bir şey də var. Çin Rusiyanın ən qatı düşmənidir. Elə o dövrdən bu var. Amerika ondan düşmən deyil. Amerika onu dağılmaq istəmir. Amma Çin Rusiyanı dağılmaq istəyir. Ona görə Trumpın gedişləri sadəcə mənə görə, bilməm, mənə görə çox qəti, qısa belə yumşaq deyəcəm. Uzaq görən deyil məncə. Çində vətəndaş müharibəsi olanda mən Çinşünas deyiləm. Amma Çini oxuyuruq, bilirik, əsl Çinşünaslardan üzr istəyirəm və əsl Çinşünaslar da çıxsın, danışsın, öyrənək. Amma digər o hər şey şünaslardan baxanda müəyyən Çindən anlayışımız var. Çünki oxuyuruq, bilirik. Gözəl dediniz. Vətəndaş müharibəsində Çankaşi, onu ABŞ dəstəkləməyinə baxmayaraq ikili oynayırdı. Mao Zedong ona kömək edirdi. Doğru. Yeri gəlmişkən Yaponiya intervensiyasına qarşı Çankaşi vuruşub. Mao Zedong vuruşmayıb, məhz o vuruşub axırı sona qədər. Amma Mao Zedong yoldaşlar, Çankaşi yoldaşlar Çin millətçisi olub. Bunu unutmaq olmaz. Çankaşi qatı millətçi idi. Ona görə siz Kamran Əsgənli, mən Teymur Qasımlı neçə ildir bir-birimizi tanıyıb, bu erişdə deyirik ki, millətçilikdən qorxmaq lazım deyil. Təbii, xilas oradadır. Millətçilik, etnik millətçiliyinə Kamran Əsgənli nə məndir? Bunu artıq da deyirəm mən. Bu izah eləməyə çalışıram. Deyin, Hindistan böyük modu millətçidir. İkisi də özü Çankaşi Yaponiyada oxuyub, amma Yaponlara nifrət edirdi. Adam nifrət. Yəni bu var. İkili oynayırdı. Əgər kommunist inqilabı və yaxud da sosializm qurmasaydı Kamran bəy, Mao Zedong yoldaşı, ABŞ Çinlə münasibətləri yaxşı olacaqdı. Amma məcburiyyətdən ABŞ yenə Tayvana dəstək oldu. Biz bunu bir dəfə. Çünki bu sosializm qorxurdu ki, Asiyada olmasın. O SSR-dən asılı idi. Bəli. Ben o bayaq dediyimiz kimi SSR-dən asılı idi. Yəni SSR-dən əlavədə, yəni sosializmə görə əsas prinsip bu idi. Deyirəm, Mao Zedong SSR-dən asılı idi. Hə. Amma Mao Zedong yoldaş nə qədər SSR-dən asılı olmasa Çin millətçiliyi edirdi. Damaskı Stalinə istəyirdi, o biri torpaqları istəyirdi. Deyirdi, ver də mənim torpaqlarım. Lenin Rus millətçisi deyildi. Əlbəttə. Hamısı bu Rus imperialist idi. Bizim millət olaraq Azərbaycan dövlətinin, vətəndaşının, xalqının, problemimizin bir nömrəni biz millətçi deyilik. Bunu ziyalılarımız da deyir.
Milliyyətçilik də etnik milliyyətçilikdən getmir söhbət. Təbii, təbii. Bundan bu təhlükəli bir şey deyil. Etnik milliyyətçilik təhlükəli bir şey. Kim deyir ki? Onlar hamısı milliyyətçilərdir. Rus dilində bilirsiniz bəzi biraz təəssüf ki bizim dilimizdə daha geniş oradan layımlar var. Natsizm və nasionalizm bunlar fərqli şeylərdir. Var olan. Natsizm. Ruslar Putinə niyə səs verir? Qanun nəşriyyatının adını çəkdim. Bir kitab var. Norveçli jurnalist Bernard adını səvq. Ruslar niyə Putinə səs verir? Tamaşaçılara deyirəm, gedin oxuyun. Ya adını yazsanız çıxacaq onsuz da hökmündür ki. O adam Rusiyanı gəzib, jurnal işləyibdi orada Kamran bəy. Əvvəl dostluq elədikləri adamlarla Krımın işğalından sonra yenə gəlib görüşməyə, yenə kitab yazmağa çalışır. Adamlar nə qədər nasistdirlər ki, Ukraynanın, Krımın işğalını dəstəkləyirlər. Öz ölkələrində problemli olmasına baxmayaraq. Digər məsələlərə baxmayaraq. Bax, problem budur. Bunun Navalnisi də, o birisi də, bu birisi də budur. İndi Çin məsələsi, mən də sizdən tamamilə razıyam. Çünki SSR istədəsə də heç kimə də ümumi olaraq da iqtisadi yardım ona pul verdi, buna pul verdi. Axırda gördük, dağıldı, getdi. Çünki stabil dövlətdir, düzgün siyasət aparılmırdı. Ərəb dövlətlərinə yardım elədi İsrailə qarşı. Sonra dedilər ki, bu da tutmur, gedə İsraillə barışaq. Məktubu aparan Yevgeni Permakov olub. Ona görə də bu günlərim gözəl vurğuladınız. Vladimir Putin istəyir ABŞ-la getsin, otursun, istəyir İrana getsin, otursun, dursun. Çindən asılıdır, hamıdan asılı vəziyyətdədir. Bu gün ola bilər İtalyana da gəlsə də özünü bir səfər üçün görsün. Çünki Rusiyanın iqtisadiyyatı çöküb. İqtisadiyyat çöküb deyəndə neftdən, taxıldan başqa heç bir şey yoxdur. Bəli, bu sanksiyalar işləyir, işləmir, dağılır, bu başqa şeydir. Çinlə bugün bir-birini Rus rublu yuandan alış-veriş edirlər. Yəni, bugün o məsələ var. Lap Ukraynanı, üzr istəyirəm, Rusiyanın ABŞ öz tərəfinə belə çəksin. Çünki yenə uduzmuş. Bu dəfə Rusiya öz etibarını itirəcək, zədələyəcək. Onu da Vladimir Putin açıq getmir. Bir də ki, Rusiya Çinin yanındadır və o qazın neftini kimə satacaq ki? Məcbursan ora çatmağa. Bəli. Və istədiyi qiymətə məcbursan satmağa. Bu günlərin Çinin istədiyi qiymət. Araqçı deyib ki, Vladimir Putinə, yəni yeni Xarici İşlər naziri, dini rəhbər sizlə görüşmək istəyir. Sizi Tehrana çağırır. Məsələn, o Moskvadakı görüşdə həm Pezeşkiyan da deyib, siz bizlə müqavilə bağlamısınız, S-400 verəcəksiniz. Siz bizə digər. Bu Obama vaxtında bunun qarşısı alınıb. İndi sözünüzü yerinə yetirin. Artıq neçədir siz bizi fırladırsınız, yəni sözünüzü yetirin, vermirsiniz falan. Yəni bu sonda İran olsa qərbin yanında olacaq. İran burada istəyir mollası, istəyir bunun liberalı, islahatçısı. Çünki sonda Rusiyada bir işıq yoxdur. Hə, Rusiya İranla Çin münasibətləri Rusiyanın tarixi düşmənliyi var. Bəli, Rusiya ilə İranla Çinin münasibətləri normal səviyyədə inkişaf eləyir, gedir, amma bunlar heç bir zaman yaxın müttəfiq, strateji müttəfiq də olmayıb. İran tarixi boyu var olun, məndən də yaxşı bilirsiniz. İran deməyək, bizim atalarımız, qulu əcdadımız, Qacarlar deyə həmişə qərb orientasiyasında olublar. O cinahda dayanıblar. İndi bu dini lider xəttədir, bu durub orada digər məsələlər də olur. Ona görə də mən Çin-Rusiya münasibətlərini, biz sizə bu müharibə başlayandan Çin, görürsünüz, güllə vermir, əskər vermir. Şimali Koreya verdi. Amma Çin bundan da narazılıq eləyib Şimali Koreya liderine ki, o əskər göndərmək lazım. Ondan başqa, düz parad qutaran günü, səhərsi günü siz Si, yəni Çin yoldaş Si. Bəli, yoldaş Si. Bəli, yoldaş Si çıxış elə dedi ki, Putin Zelenskiylə görüşməlidir. Bəli. Hətta Modi də dedi, görüşməlidir. Hətta Braziliyanın Silva prezidenti gəldi. Sosialist. Onu da saxladılar bir sözü, Tehran içində 3 saat. O da dedi, indi bu gün qorxusundan ora getməyib Putin və bu o deməkdir ki, həmən bu koalisiya, Putinlə Zelenski görüşdürmək istəyən koalisiyanın başlarına biri də Çin. Ona görə də 9 may paradı bitəndən sonra dedi, İstanbul sözləşməsinə qayıdırıq. Bəs qeydsiz, şərtsiz qayıdırıq. Qeydsiz, şərtsiz qayıdırıq. Nə Putin dedi? İndi stolda, masada nə deyəcəklər, nə danışacaqlar odur, budur. Amma açıqlarım ki, Lugansk, Donetsk, Krım yoxdur. Krımı sonra danışarıq bu status məsələsi. Məncə bilirsiniz Teymur bəy, orada biraz başqadır. Ukrayna, orada Zelenski çox incə oynayır, mən sizə deyim ki. Sən deməm, siyasətdə əməli başlı bu Krasmesser imiş. Zelenski diplomatik oyun oynayır Ukrayna hakimiyyəti. Çox güclü oynayır. Başqa çıxış yolu da yoxdur.
Yox, indi oynamaya da bilərdi. Yəni zəif də düşə bilərdi. Ağ Evdən başladı bunun əsas yüksəlməsi və gücü. Avropanı birləşdirməyə bacarıb, əsasən Böyük Britaniyanın yanında görməyə başladı. İndi o Trumpın dediyini artıq görüşlərdən əvvəl Trumpın dediyini deyiblər ki, biz bircə dənə ancaq burada məsələni sizlə Rusiya ilə danışmaq istəyir gəlsinlər. Və atəşkəs 30 günlük, bu da Trumpın dediyidir. Yəni onlar başqa şey desələr, Ukraynaya zid getməyəcəklər, Trumpa zid gedirlər. Yəni Ukrayna çəkilir qırağa və tamamilə başqa bir. Trump seçicilər də dedi ki, Amerikan xalqı cəmaatı, indi mən bunu söz gəlsin, sarqazmla deyirəm. Bəs mən bir günə dayandıracağam. İndi neçə vaxt keçib, 100 günündə keçib, gözəl deyirsiniz. Daxili də xarici siyasətdə, indi düzdür, bu yaxın şərqə gəldi, ondan bundan barışdı. Amma Səudiyyə Ərəbistanı üçün düşmən olmayacaq. Daha da doğrusu olub, $1 da nefti satır. Ona görə də bu məsələlər var. Gələndən bütün universitetlər özünə düşmən eləyib. Ona deyirsən, bunu çıxart. Belə bir qəribə işlər görür. İndi növbəti seçkilərə də iddiasını verir. Hətta gör nə qədər belə pis çıxmasın Kamran bəy, Trump o qədər özündə gedib Trump'a da papanın seçilməyindən də əleyhi, bu tip təzə papaya da deyib ki, seçdi ki, bu təzə papa bunun əleyhdarıdır. Həmin onun əleyhdarı da Ukraynanın dostudur. Ukrayna tərəfindən danışılır. Bəli, gedib onu, amma Kiyevə səfərə getməyəcək hələlik təhlükəsizə görə. Gedib ona deyib ki, bəs gedib deyib deyəndə hətta Meloniya da deyib ki, bəs üzr istəyirəm, bu səs verməyib deyib ki, kardinallar seçir biz kimdə. Amma burada bir şey oldu. Bir dəfə də deyib, mən papa olsaydım yaxşı olardı. Mən papa olsaydım yaxşı, amma burada oldu ki, 200-dən çox bilirsiniz, papa İtalyan olub. İndi yenə dalbadal bir Amerikalıdır. Bir maraqlı riyaziyyat müəllimi papa seçildi. Yəni, bəli, burada masada atəşkəs. Siz də, mən də insanların ölməyindən zövq almırıq. İnsan ölməyindən zövq almaq anormallıqdır, bu xəstəlik əlamətidir. Amma belə vəziyyətdə Vladimir Putini, şərtlərini, diktəsini yerlə yetirmək rüsvayçılıqdır. Bunu tarixdə bağışlamaz, tökülən Ukraynalı xalqının, qəhrəman xalqının qanı yerdə batar, bağışlamaz. Mən demirəm, atəşkəs olar, olaq atəşkəs, sonra baxarıq. Amma mənim torpağımı tutmusan, gəl məni işğal elə. Ölkəmizin prezidentinin Cənab İlham Əliyevin tamamilə da elə bizə də deyirlər ki, verin Qarabağı, bağışlayaq, çıxaq gedək. İndi keçən yerdə deyirdi ki, verir oranı, bunlar Avropa Birliyinə üzv eləyək falan. Bu belə deyil. Minsk qrupu bizə də deyirdi onu da. Neçə ildir bizə deyirdi. Ona görə mən də, siz də bunu mənə dəstəkləmişsiniz bu fikrimi. Ukrayna xalqı qəhrəmanlıqla döyüşür, var gücü ilə döyüşməlidir ki, necə ki, mən Stalindən xoşumuz gəldi, gəlmədi. Roosevelt dəfələrlə məktub yazırdı ki, gəl oturaq masaya, oturmadı. Güclü olanda oturdu. Ona görə də Ukrayna həm diplomatik masada, həm də bu masa, hərb masasında güclü olmalıdır ki, buna qarşı. Ona görə də Rusiya hakimiyyəti gecələrə çox günahsız qadınları, uşaqları öldürür ki, əsəbdir, o əlatsız qalır. Ukraynaya təslim olsun. Ukraynaya təslim olsun. Amma şərəfli Ukrayna xalqı da bunu bacarır, dirənir. Ona görə də atəşkəs ola bilər və olmaq ümidi də var, amma bu şərtlər adı altında atəşkəsin də olmağı labüd olmaz. Məncə Putin atəşkəsə getməyəcək, çünki orada ölən hər gün 1500 Rus əskəri onun bir hakimiyyətdə qalmasını bir gündə artırır. Yəni o ancaq meyitlərin üstündədir onun. Vladimir Putin diplomatik oyun oynayır. Biz bir dəfə sizlərlə deyirmişik, öz daxili hakimiyyətini də gücləndirmək üçün, uzatmaq üçün də. Çünki daxildəki klanları da, özü də belə bu müharibəni dayandırmasını istəyən adamlar da var ki, ətrafındakılar da var ki. Var, amma deyənə ki, Putin gedəcək, onlar onu bilirlər. Onun o paradda elə biz sizin Rus cəmiyyətini, xalqını, mən Teymurdan da yaxşı tanıyırsınız. Danışdı, Rus xalqı budur. Sən Rus xalqı dediyin o 15 respublikanıdan çox Azərbaycan xalqının nefti o 2-ci Dünya müharibəsinin qalibiyyəti olub. Amerika Birləşmiş Ştatlarının yardımı olub. Elə deyirsiniz ki, mən gözüm açandan, siz də məndən neçə yaş böyüksünüz. Elə biz udmuşuq müharibəni. Hara udmusan sən müharibə? O müharibəni bizim bütün xalqların qanı tökülüb orada. O zaman da Azərbaycan xalqının orada qanı var. Qəhrəman şəhərin neft var. Deyirsən biz bunu utduq, onu utduq. Sən Normandiya əməliyyatı keçirsən. Fransızın da qanı var. Bir adam bir. Bilirsiniz, belə bu, o bir dəfə nə idi o jurnalist Amerika, onlar görüşəndə var. Bəli, çıxartdı, arxiv sənədini, bax bu Ukraynaya bizim olub, bax bu sənədləri, bu da dedi, buyurun, sizə ingiliscə tərcümə eləmişik, aparın deyir, Amerikada göstərin, belə şey. Duginin o gün... Ən çox Ukrayna xalqının qanı tökülüb, 8 milyondan artıq ölüblər orada. Zabit, o SSR silahlı qüvvələrindən Rusdan sonra ikinci generalitet siyasi Ukraynalılar idi.
Və üstəlik də müharibə onların ərazisində gedir. Bəli. Ukrayna ərazisində gedir. Yəni mən demirəm, Rus ölməyib, Rus döyüşməyib. Yəni hamı döyüşüb, hamı Bu deyir, qalib orada gəlib. hər bir ölən deyir başqa millətin nümayəndəsi. Mən dünən video göstərdim. Bəli. Putin deyir, orada ölən hər bir başqa millətin nümayəndəsi Rusdur. O Rus əskəridir deyir. Bəli. Yəni sən adam deyilsən. Sən gəl, mən bölümdə qal, istəyirsən mən sən aşağı baxam, get öləndə sən Rus ölürsən. Bakı neftinin, Azərbaycan xalqının Bakı neftinin sən qalib gəlmirsən və heç nə də yox, Normand əməliyyatı, o Leniz yardımı olmuşdu ki. Onu heç qəbul eləmirsən, Yəni, Kamran bəy, bu yaxınlarda çox mən təəssüf edirəm ki, vaxtımı ayırdım ona baxdım və bir də baxmayacağım. Bunu da sizə etiraf edirəm. Bu Duginin bir səbrimi bastı, bir çıxışına baxdım. Böyük səbriniz var. Amma çox səhv eləmişəm, buna vaxtımı itirdim ona. Adam xəstədir Kamran. Təbii. Deyir düzlüyünü başladı. Mənim qızımı Rus Ukraynalılar öldürüb, bu belə o heç Ukraynalıların öldürməməsi haqqında məlumat yoxdur. O özünüz deyirsiniz. Amma Bəlkə sən Zəvzədiyevə görə öldürüblər? İçəridə də gedin bir araşdıra bilərsiniz. Amma bunlar xəstədir. Bu deyir ən böyük bizi Rus yox, Ukraynalı olmayıb, bunlar yox, bu rəsmi bunların professoru da xəstədir. Yəni şizofrenlikdir. Amma adamlar bunu Azərbaycanın efirlərində danışanlara deyir. Əlbəttə milli insanlara aid deyil bu. Auditoriyasında dəstəkləyənlərə, cəmiyyətində ibrət götürsünlər ki, bax, bunun professoru da millətçidir, şovinistdir, aşağı baxır. Yəni Nasist, adam nasist. Ukrayna xalqını rəsmi təhqir edir. Bizi də təhqir edir. Adam kitab yazıb. Türkiyədə də kitabı çıxıb. Bizdə də bizim dildə yoxdur. Mən onu Türkiyə dilcəsində orada oxuyanda oxumuşam və məndə də var. Mən bunu Türkiyəli qardaşlarımıza, alimlərimizə, dostlarımıza da demişəm. Bu bizi təhqir edir, qardaş. Bu deyir ki, Azərbaycan dövləti yoxdur. Baltik yoxdur, Rus yoxdur, Gürcü yoxdur. Onu da qoy, nə deyirəm, hörmətli Türkiyəli qardaş. Bu deyir Rusiya ilə Türkiyə müttəfiq nədir? O bizim torpaqlarımız istəyir. Konstitusiya olmalıyıq deyir. Siz bunu nə şirirsiniz, bunu nəyə inqilabçı eləmişsiniz? Yəni bu adam xəstədir. Bu deyir elə Ukrayna yoxdur, bu yoxdur. Bunlar ora getdi, bura arkadaş kim hara istəyir gedə bilər. Nəsə, yəni sizlə Çin-Rusiya münasibətləri, yəni bu gün o paradı gördünüz gələnlərdə, orada Orta Asiyalı qardaşlarımız da gəlmişdi. Onlar da Çinlə asılıdır. Yəni Təbii. Yoldaş onlara deyib ki, ora getməyə lazımdır. Mən olacağam orada başçı. Yoldaş Tokayev cənablarının arxasında Çin var. Təbii. Və Tokayev də həqiqətən də Çinə belə ürəkdən meyilli bir insandır. Təbii, bütün iqtisadiyyatı. Zamanlığından da Çində diplomat işləyir. Çin dilini ələ bilir. Çin dilini ələ bilir. Görür ki, bu Rusiyada bir işıq yoxdur. Ola bilər. Yəni Orta Asiyada Kamran bəy indi müəyyən mənada. İşıqdan başqa o canı qurtarmaq istəyir o işğaldan Rusiya. Orta Asiyada Rusiya zəifləyir, Çin güclənir. Bax bu da var. Və bunun nəticəsində də bu gün o parad, yəni bu paraddan sonra da bunun olması tamamilə mən sizə razıyam. Modi cənablarının da ola bilər, amma Çinin demək təsiri var. Bir söz deyim, siz məndən də yaxşı bilirsiniz. SSR ilə Hindistan həmişə dost olub da Hind filmlərində. İndi fikir verin, Çin-Rusiya münasibətlərinin yaxınlaşması Rusiyanın Hindistanı itirir. Hindistan yaxınlaşıb abişə. Bu gün mən şərh vermişdim, indi neçə vaxtı qonağımda. Çünki Pakistan Çinin yanında. Bəli, mən indi neçə vaxtı özüm müəyyən siz xaric, heç bir yer dəvətdən başqa qəbul etmirik ki, bu gün Hindistanla Pakistan müharibəsi ki, olsa qısa həmişə olub. O pərdə arxası var idi. İsrail, Vaşinqton, Hindistan, bu tərəfdə Çin, Türkiyə, demək Pakistan. Bu idi. Su müharibələri. Orada biz də varıq təbii ki. Əlbət güzel. Mən dövlətimizin ilk dəfə olaraq açıq Pakistanı dəstəkləməsi Xarici İşlər Nazirliyimizin bəyanatına görə təşəkkür edirəm, təqdir edirəm və bunu arzulayıram. Biz belə olur. Olsa biz bu gündən sonra bu məsələdə nə qədər neytralda dayansaq, Hindistan bizim dostumuz olmayacaq. Bir də Türkiyə mövqeyi hardasa bizim mövqeyimiz onun yanında. Əlbəttə, amma Hindistan da bizim dostumuz olmayacaq. Amma mən Hindistanla mal sataq, alış-veriş eləyək, ticarət eləyək, mən dəstək və etiraz eləmirəm. Əgər Ermənistana çox kömək eləməsinlər, Ermənistanın yanında qəbul silah filan verməsələr, amma biz bu dəfələrimizi, amma Kamran bəy unutmayaq, dövlətlərin dostu olmur, dövlətlərin maraqları olur. Temur, bir şey sizlə müzakirə etmək istəyirəm. Baxın, o İstəsəz bu Orta Asiya dövlətlərinin Kıbrıs məsələsində də girə bilərik, istəsəz.
bəzən. Vaxtımız çatsa onu danışarıq. Çünki başqa daha önəmli məqamlar var. İstəyirəm onu sizinlə müzakirə edək. Bax, əvvəl onu demək istəyirəm ki, öz fikrimi demək istəyirəm bu məqamda ki, siz bilirsiniz ki, o çox populyar bir sözdür ki, Bakının nefti ilə, doğrudan da belədir, Bakının nefti ilə SSR qalib çıxdı. Əsas çünki nə qədər də Lent-Lease nə deyil? Lent-Lease bir 40 min tutaq ki, cip verir. Bu cipə benzin tökməsən o konserv bankasıdır. Bəli, Yusuf Məmmədəliyevin o ixtirası. Yəni ki, təyyarələrin uçmasında filanlarında Bakı çox böyük önəm oynayır və biz bunu Rusiyaya deyəndə ki, baxın bizim neftimizlə o elə başqa cür qəbul edir. O deyir sən kimsən ki? Bakı məndə idi. Bəli. Sən də mənim əlimin altında qara bir fəhlə idin. Düzdür? Sən əgər nefti mənə verməmək sözünü bircə adamla dilə gətirdin, onun başını kəsərdin. Necə ki, başını kəsirdim sən. Ona görə də bu sözü bəzən biz deyəndə biz o mövqeyi başa düşmürük üzbəüzdəki mövqeyi. Amma başa salmaq lazımdır insanlara ki, o sizə elə baxmır. O baxır ki, sən yoxsan, sənin dövlətçiliyin olmayıb. Bakı mənim əlimdə idi, neft daşları mən tikmişəm. Moskvaya tabe idim, Gosplan var idi, düzdür. Mən nə deyirdim? Özümü gətirib əllərim neft daşlarının başına Məmmədovu yox, Petrovu qoysaydım. Sən kimsən ki? Ona görə də bu bizə dərs olmalıdır. 100%. Ki bu neft bizimdir. Və bu neft Bu gün də biz aşağı baxırıq. Dövlət kimi də saymır. Biz bunu verməmişik. Bunu əlimizdən alıb aparıb. Bəli. Biz onu verməmişik ona. Bəli. Ki, verdik sənə, sən müharibə qal. Biz Amerika deyilik. Çox gözəl kommunikasiya baxımından da, siyasi kommunikasiya baxımından da gözəl bizə də bir yol izah verirsiniz ki, yəni biz bunu belə izah eləməliyik ki, neftimizi oğurlayıb. Təbii. Bu oğrudur, bu işğalçıdır, bu cinayətkardır. Kamran bəy, var olun, bu gün də belə də və İranı da belədir, Rusiyası da belədir ki, siz müstəqil dövlət deyilsiniz, biz sizi qəbul etmirik, saymırıq, eləmirik. Yəni ziyalılarımız belə deməlidir, neftimizi əlimizdən alıb, insanımızı öldürüb, oğurlayıb aparmısan, onunla müharibəsi, yoxsa biz sənə vermişik, biz sənə seçim verməmişik. İndi mən, ziyalılarımız, düz sizə gülməli sözdür. İndi mən istəyirəm, İsrail məsələsini sizlə ora gətirirdim ki, əsas istəyirəm onu müzakirə eləyək, vaxtçası siz deyən məqamları müzakirə eləyək. Baxın, Trump'ın indi yaxın şərqə gəlib ərəb ölkələri ilə, bilirsiniz, bir yola salma da var, Trump'ı gördüm orada, ərəb qızları başlarını belə, saçlarını yerləyirlər. Mən birinci dəfə belə insan yola salma gördüm, özü müsəlman ölkəsidir. Bilmirəm niyə saçlarını... Səudiyyə Ərəbistanında bu Salman gələndən əcayib. O deyəsən Səudiyyə deyil, deyəsən... Qatarda, yoxsa Ərəb Əmirlikdə. Birləşmiş Ərəb Əmirlikdə ola bilər. Ola bilər. Oranı da ingilis də yaradıb da, bilirsiniz. Göy Səudiyyəni kim yaradıb ki? Amerika. Söhbət ona getmir, amma indi daha özləridirlər də orada. Niyə qızlar orada qalıb başlarını fırlayırdılar, tüklərini belə bir şey yazmışdı. Dəli kürdə var, ya o mələstun, orada belə bir dənə rəqs var. Amma bu, mən əminəm ki, bu bir siyasi köpükdür. Çünki Trump heç nə nail olmayıb. Əgər Trump'a... Yəni o müqaviləyə 142 milyarddan hamısı sözlər. Hələ o sabah onu Amerikan görməyəcək masasının üzərində, başa düşürsünüz. Və 140 milyardın özü Amerika üçün, siz bilirsiniz ki, yəni o illər boyu nə gedəcək. Sonra ona təyyarə bağışlayıblar. O təyyarə Amerikan istehsalıdır. Çox qəribə bir şeydir. Yəni Qatar pul verib Amerikadan təyyarəni alır. Bu artıq pul getdi də Amerikanın xüsusi mülkiyyətçisinə, hansı ki o... Sonra bunu təzədən ona bağışlayır. Sən mənim təyyarəmi özümə bağışlayırsan. Bu çox gülməli və qəribə bir şeydir. Yer gəlmişə 2200-dən artıq insan baxır bizə. Əziz dostlar, like işarəsi bir də hardan baxdığınızı yazın. Hardan baxdığınız bizə çox önəmlidir. Sizi çox sevirik. Bilirəm ki, orada kommentlərdə də Teymur bəyə də bizə də o sevginizi bildirəcəksiniz. Sevgini bildirməyənlərə də hardan baxdığınızı mütləq yazın bizə. Teymur bəy, yəni bu köpək yatandan sonra, bax indi qayıtdı Amerikaya. Doğru mu? Harasa bir ay olmayacaq. 1-2 həftə onun ətrafı bu köpük barəsində getdik, uğur qazandıq, amma bu Amerikanın yaxın şərqdə olan siyasətinin tam döngəsidir. İsrail təklənir və əminəm ki, Suriya İsrailə təhlükə olmayacaq, çünki arxasında Türkiyə dayanıb. Orada Trump uğur qazana bilər. Çünki Türkiyənin gücü ilə İsrailə anlada bilərlər ki, Suriyadan və digər gəlmişkən Trump o şərtləri deyib, Əhməd Aşarıya o şərtləri deyib ki, İsrailin ərazi bütövlüyünü tanıyırsınız, İsraillə qarşı-qarşıya getməyəcəksiniz. O şərtlə mən götürürəm sanksiyaları. Bunu başa düşdüm, amma bu Suriyadır. Birinci şərtlərdən biri olur. Birinci şərtlər. Onu orada alınacaq. Türkiyə ilə o iş alınacaq. Amma orada Hizbullah var. Orada Hamas var. İran öz məkrindən geri çəkilməyəcək. Çəkilsə ki, gözü dağılacaq. Özü başa düşür. Onun bütün gücü oradadır, qollarındadır. O tərəfdə Husilər var. Və İsrail Amerikada bu köpək yatandan sonra mütləq onları vuracaq. İsrailin də çıxış yolu yoxdur.
İsrail Amerikasız da onları orada vurub dağıtmalıdır çünki özünün mövcudluğu sual altına düşür. Əgər vuracaqsa, mən əminəm ki, vuracaq. Onda nə baş verəcək və Amerikanın rolu kənarda qalacaqsa bu bizim ərazidə nə baş verə bilər? Sualınıza görə çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Buyurun. Amerika Birləşmiş Ştatları Suriyada qeyri-rəsmi işləyirdi gizlin. Hətta generalları belə Bush Əhməd Şara ilə görüşmüşdü və ilk dəfə gözəl dediniz, ilk şərt bu olub, İsraillə işin olmuş. İsrailin ərazi bütövlüyünü tanıyırsan, İsrailə qarşı buradan bir dənə silah getməməlidir. Mən Suriyaşünas deyiləm, amma Suriyaşünas tanıdığım çox dəyərli alim var. Ondan da öyrənirik. Laf efirdən sonra adını da deyə bilərəm sizə kimdir. Necə deyə bilərsən? Yəni, amma mən bir söz deyim Kamran bəy. Əsəd də İsrailə baş ağrısı deyil də, bunu da biləsiniz. Hə, o da Rusiya ilə danışıb, orada bilirsiniz. Yox, Əsəd özü hakimiyyətdə qalanda İsrailə baş ağrı eləmirdi. Yox, Əsədin arxasında Rusiya dayanmışdı. Yox, ondan əlavə İsrailə qarşı bir dənə silahsız getmirdi Suriya üzərində. Gəlin bununla danışaq. Çünki Əsəd çox vektorlu bir oyun. Axırda da idi öz qurbanı oldu, bu başqa şey. Amma mən icazə verən fikriniz maraqlıdır. Bu gün bu yarı zarafat, yarı bir ciddi də olsa İsrail Türkiyə artıq qonşu olub. Çünki Suriyanı bütün hər yeri vurub. Razısınız? Doğru. Yəni Əhməd Şara, mən sizə bir az öncə də dedim, heç sara gedib boynun belə pis çıxması, nə deyirlər eləməlidir. Hər tərəfdən mühafizə alır. Heç nə yox, ordunun pulunu vermədiyinə görə Əsəd ona xəyanət elədi. Bu gün də verə bilmir. O konstitusiyaya digər. İndi orada türkmənlərin biraz hüququ yox idi onu. İndi burada PYD, YPG, Kürt məsələsi var. Burada da görsənməyən bazarlıqlar var. PKK-nın silah buraxmağında, özünü buraxmağının da bir görsənməyən oyunlar var burada. Yəni bunu biz Türkiyə Cümhuriyyətimizin vətəndaşlarının qanunu tökülməsi istəmirik. Allah onların şəhidlərinə də, bizim şəhidlərimizə rəhmət və buna uğur qazanırıq. Amma Azərbaycan Respublikasında vətəndaşlara və siyasətçiləri, şəxsləri şərh verəndə biraz diqqətli olsunlar. Cənab Hakan Fidan dedi, izləyəcəyik, hələ izləyirlər, görək bu nə olacaq. Bunu hələlik bundan danışmağın adı da yoxdur. Bu belə, heç nə yox, o Azərbaycanda danışanlar bunu fürsət vermişsiniz. O PKK-nın bir bəyannaməsi, o buraxdığı ki, özümüz, orada bir bəndlər var. Onları diqqətlə oxusun, orada çox sətiraltı mənalar var. Bunu da dedim. İndi gələk. Kamran bəy, Hizbullah demək olar ki, itib. Hizbullah da heç vaxt Amerikaya qarşı döyüşmür. Hizbullah İsrailə qarşı döyüşür və Hizbullah da Livan ordusu ilə birlikdə özə döyüşür. Həmas demək olar ki, yoxa çıxıb, demək olar ki, məhv olub. Yəni, liderləri yoxdur, başsız qalıb. Bugün Həmas da Türkiyə Respublikasının prezidenti Cənab Ərdoğan və Hakan Fidanın da Amerikanların əsirləri buraxır. Bu da Türkiyənin böyük rolu var. Bir də hörmətli Kamran bəy, Bakıda İsraillə Türkiyə nümayəndələri görüşüb. Bu da bizim uğurumuzdur. İndi mən... Bu görüş oldu da. Olub və Bakıya gəliblər, görüşdə olub və bu da bir təqdirdir. Bu çox böyük uğurdur bizim siyasətimizin. Türkiyə İsraillə Həmasın da mövqeyini dəstəkləsin kimində, amma bu iplər qopmamalıdır. Çünki burada Türkiyəyə də ziyandır, bizə də ziyandır və məsələlər var. İranın demək olar ki, əli qolu bağlanıb. İndi Yəməndən də Husiləri vurub çıxardanda İran qaldı tək, demək olar, təzyiq olunur. Mən görürəm ki, bu plan buna doğru gedir. Və Səudiyyə Ərəbistan nə dərəcədə sünni, məzhəbi, digər məsələlərlə desə də, müəyyən bir Səudiyyə Ərəbistan-İran münasibətlərində Çin barışdırıb. Amma o barışıb dekorativ oxşayır axı. İndi Çin barışdırıb, Çin hətta İrana, İsraillə də barışdırmaq istəyirdi. Bu olmadı. Çünki Çin o balıq dedikdə oturub çayın qırağında. Gözləyir. Döyüşmək lazımdır. Çünki bu Sun Tzu-nun hərb sənədi. Deyirəm tələbələrə bunu oxusun, onu diqqətlə oxusun. Bu onların fəlsəfəsidir, bu onların mentallığıdır, xüsusiyyətidir, xəssiyyətidir. O qədər gözəl söz dediniz. Bu Sun Tzu, bu da 200 illik Amerika. Bəli. Yəni 5000 il və 200 il. Amerikanın da Hans Morgenthau'su da, Henry Kissinger'i də, Teymur Qasımlı da Sun Tzu-nu tələb edir. Birinci oxu siyasətdə. Gözəl. Bunu oxumaq lazımdır. Kissinger də məktəbdə onu oxuyub, Sun Tzu-nu oxuyub. Qanun nəşri, realizmində. Amma o Çinli deyildi, yəni o Çinlini başa düşmür. O oxuyub Amerikan kimi onu anlayır təbii ki. Mən az öncə də sizə yenə dedim, əsl Çinşünaslardan üzr istəyirəm. Amma hər şey şünaslardan yox. Mən sizə ona görə dedim ki, Yaponiya kimi,
Bu gün də peşmandırlar. Koreya kimi düşünürdülər ki, Çin bunlara siyasi manevi olmayacaq, amma olub. Olub. Və bu gündən sonra da sizin də o gözəl analizə qatılıram. ABŞ Çini SSR-dən aldı, amma bu gün demək Rusiyadan heç bizi də Çini yalnızlaşdırma siyasəti apara bilmək gücündə Amerika Birləşmiş Ştatları yoxdur. O məsələ şeydir, Çinin demokratiya yoxdur, seçki yoxdur, güllə, o qoyur, o heç. O da özü bilir. Amerikada o barədə heç danışmır. Dünya indi elə bir var olun. Trump 147 milyard Qətər bu, Birləşmiş Ərəb Əmirlikləri, bu demokratiya, mən həmişə demişəm. Bu bizə də aiddir. Bizim bütün problemlərimizi, hamısını Kamran Həsənliylə, Teymur Qasımlı oturub özümüz həll eləməliyik. Özümüz özümüzə günahlamalıyıq Kamran bəy. Mən populist deyiləm, nə də heç yalandan burada durum, bəziləri kimi nə isə də danışıb özümü reytingdə yığmaq fikrim yoxdur. Özümüz özümüzdən oturmalıyıq. Kamran bəy deməlidir, Teymur, sən buna bu özümüz özümüzə günahlamalıyıq. Qərb, o birisi bu. Eləməsək, qısası bunu kəsədən özümüzə hörmət eləməliyik. Bu belə. Gələk Qatara. Qatar son zamanlarda çox qəribə oyunlar aparır. Türkiyə ilə münasibətləri qurur. Bilirsiniz ki, Türkiyə Qatarın bu şahzadəni bu xilas edir. Qatar Türklərin hərbi hissəsi falan var. Qatar Ermənistanla münasibət qurur. Hətta Qatar o qədər irəli gedib ki, Ermənistanın səfirliyin pulunu da verir. Ermənistanın səfirliyin maşınını da, benzinini də Qatar verir. Qatar belə bir çox vektorlar aparır. Amma Qatarla Səudiyyə Ərəbistan münasibətlər pisdir. Qatarla və digər məsələlər də var. Amma bir dövrdə ərəb ölkələri birləşib onu desəm onun üstün Türkiyə dayandı arxasında. Bəli. Ona görə də Qatara da gəlməyə, Rusiya bir ara Qatara da gəlib girişmişdi ki, çünki bilirsiniz ki, Suriya müharibəsinin, vətəndaş müharibəsinin başlamanın səbəblərindən bu idi ki, o xətt gedəcəkdi Avropaya, Qatar qalsın. Darmadağın olundu. Ona görə də Qatar da müəyyən vektorlu oyunçudur, amma yenə deyirəm, Qatarı da, Səudiyyə Ərəbistanı da, Birləşmiş Ərəb Əmirliyi də qərb orientasiyasındadılar. İngilis xəttindədirlər, Amerika Birləşmişdir. Bunlar Çinlə də, Rusiya, Qatarın Birləşmiş Ərəb Əmirliyi Vladimir Putinlə çox yaxşı münasibətləri var. Bu olacaqdır. Burada bir problem də yoxdur. Amma bu adamlar həmişə qərbin yanında dayanıblar. Son stavka, son yerləri odur. Yaradıcılar olardı. Yaşayan var olun. Benjamin Netanyahu'dan Trump da bezib belə görsənir. Oraları çox Hamı bezib ümumiyyətlə ondan. O getib, amma güvənir də indi mitinglər olunur, gəh rüşvət alınır, gəh müdafiə naziri çıxır. Bu, bilirsiniz, Netanyahu dedi ki, heç olmasa gedin, belə bir adə. Mən ləki ilə getməyim də, bu əsrlərə qaytarım. Çünki Yahudilərdə bu əsr düşməkdir, digər məsələlər, bunların bilirsiniz tarixini. O əsrlər qayıtdı. Hamısı qayıtmayıb o zaman. Hamısı qayıtmayıblar. Atəşkəs məsələsi var. Bu Trump'ın Qazza planı var, oranı alacam, buranı verəcəm, belə məsələlər var. Amma bundan ibarətdir ki, hamı Trump'lı dadır, Benjamin Netanyahu'nun getməsini istəyirlər. Bu da indi dirənir hakimiyyətinə. Qalır da. Amma Netanyahu Trump'la dostdur əslində belə. Amma Putinlə də dostdur. Yox, o Trump ondan incimişdi. Çünki Biden'ın dostluq elədi. Sonra Biden huduzlu gəldi Trump'ın yanına ki, yaxşı bir səhv eləmişdi. Dünya nə gündə deyə. O olmuşdu. Amerika Johansalı gəldi kimi. Həm də bilirsiniz, əlbəttə mən bu yaxınlarda yox, biraz var. Amerikanın xarici siyasətində İsrail lobbisi, Zon Merashimov, Chicago Universitetinin professorunun yazdığı kitab oxudum. Əlbəttə, xarici siyasətində, müəyyən daxili siyasətində İsrail Yahudi cəmaatının, millətinin rolu var. Rolu var. Amma bu görsənən budur ki, Kamran bəy, İsrail deyir ki, İranı vur darmadağını elə ABŞ istəmir. İndinin özündə də buna narazı deyil. Və siz də hamı elə bilirdi ki, Trump gələcək, hakimiyyət İranı vuracaq. Mən Teymur Qasımlı və sizlə də oturub danışırdıq. Mən də deyirəm, üzr istəyirəm. Deyirdi, yox. Siz bu dəfələrlə bura demişsiniz ki, hətta demişsiniz ki, onlar gizli danışıqları var bu var olun. Bax, mən yenə deyirəm, deyirlər Kamran Həsənli, bu savadsızı hardan tapıb gətirmişsiniz? Şimdi kimsə... Yox, çoxları deyir. Biraz da əsl alim obrazlı şəkildə fikrini izah edən adam. Mən obrazla danışıram, fikrimi də izah edirəm. Qulaqsız, özünüz bilərsiniz. Bu gün ən bariz nümunə John Bolton'u qovmuşdu ki, John Bolton'da xatirələrə çıxıb deyir, mənə qovdu ki, o istəyir də bombalasın. Bu gün də odur. Amma İranın da dahi gedəsi yeri yoxdur. Bu gün Pezeşkiyanın bu Azərbaycana
Bakıya səfərində də yəni bu təcrid olunub. Bu başqa çıxış yolu da yoxdur. Yəni Rusiyada da bir nizat yoxdur ki, gələcək kimi. Ona görə də ümumiyyətlə mən sizə yenə deyirəm, İran da özü qərb orientasiyasında olub həmişə. Qaf Amerika ilə niyə dalaşır? Niyə müharibə halındadır? Niyə İsraillə dalaşır? Bu günə kimi heç bunun səbəbi, cavabı yoxdur. Nəyə Amma onun dövlət siyasi xətti İsrailin yer üzündən silinməsi yazıb orada. Öz İsrailin yer üzündən silinmək, indi bu məsələlərə gəlmirik. Yenə fanatları buradadır, amma Həmasa bir dənə patron verməyib İran. Həmasa patronu verib, qatar verib, pulu verib digərlər, amma həmişə də Həmasın digərlərində harda olub? Qatarda oturublar. Yəni başçıları qatarda otururlar. Tamamilə doğru. Pulu da o verib. Öz hamısı da milyarderdir. Yəni söhbət ondan getmir. Kimin xeyirdir var? Obama bir də demiş, "Əşi pulu da verin orada, saxlayın gözümüzün qabağına." Yəni nəsə. Amma ölən Fələstinli ölür. Amma burada Fələstin dövləti də yaradılmadığı müddətdə bu işdə belə bitməyəcək. Yaxşı, Mahmud Abbasla görüşəcək Trump. Desən onu iptal elədi, görüşmədi. Hə, amma Mahmud Abbas parata gəlmişdi. Mahmud Abbasın da bir ayağı o dünyada, bir ayağı bu özündə, öz siyasi hakimiyyəti də elə Fələstin xalqının gözündə də sıfırdır. O şpaqatda yox, amma şpaqatdan əlavə sıfırdır da rüşvətxorluq, biabırçılıq vəziyyətdir. Trump elan eləmişdi ki, yaxın şərq və həmən səfərində ondan görüşəcək. O da niyə görüşmür? Qazza planına görə həm də İsrailin təzyiqi məsələsi var. Məncə İsrailin təzyiqi nəticəsində. O məsələlər var. Ona görə də bu məsələ. Ona görə də yaxın şərqdə həm Qatar, həm digər. Yəni gəlin kəsədən danışaq Kəmran bəy, içi bizə qarşı bu dəqiqə silah dayanıb hamı diplomatik oyun oynayır. Kimin əli kimin cibindədir bilinmir. Kim kimlə dostu bilinmir. Kim kimin düşməni. Gəlin səmimi danışaq. Mən bu sözü elə belə demədim. Bunu da Azərbaycan mətbuatı mən demişəm ilk dəfə. Şərhdə durur. Çin, Türkiyə, Pakistan, İsrail, Hindistan, Amerika. Fikir verin, 3-4 gün döyüşdülər. Çinin dəstəyi ilə Pakistan hərbi hava qüvvələri Hindistanı darmadağın elədi. Hindistan da demirəm vurdu. Amma müharibə nədir burada? Üçlü, Çində Pakistan. O yenidən qızışa bilərmi o? O hər an ola bilər. İsrail-Həmas müharibəsi də yenə sabahda ola bilər. O olacaq, onu mən əminəm ki. Çinlə Hindistan. Amma ilk dəfədir ki, Pakistan qardaşlarımız yəni yaxşı çıxdılar. Əvvəl biab uduzurdu, eləyirdi, məsələlər vardı. Bir də ilk dəfə su müharibələri. İndi neft qalıb qıraqda, taxıl qalıb qıraqda, su müharibələri. Hindistan o qanq önünü kəsib. Açıb mı indi yoxsa? Hələ açmayıb. O Kəşmir suda. Kəşmiri mən tələbələrə də beynəlxalq təhlükəsizlik dərsində də demişəm. Kəşmiri Hindistan tutsa, Pakistan susuz qalacaq. Çinin yolu bağlanacaq. Ona görə Pakistan çox ağıllı bir iş görür. Kəşmirin bir hissəsi Hindistandadır, bir hissəsi Pakistan. Tam tutsa. Tam tutsa. Amma suyun önünü kəsiblər desən. Hə, ilk dəfədir bu su məsələsi. Onu ümumiyyətlə Kamran bəy, bu dəqiqə hal-hazırda dünyada su müharibəsi gedir. Su müharibələri də neftdən, düzdür, neft də önəmlidir, taxıl da önəmlidir. Amma bu dəqiqə su problemləri var. Bu gün Afrika uğrunda döyüş gedir. Çin Afrikanı alır. Bu gün qardaş Türkiyə Respublikası 44 səfirliyi var. İndi biz də müəyyən girişmişik Afrikaya, müəyyən işlər var. Yəni bu gün dünyada yenə deyirəm, kimin əli, kimin cibindədir bilinmir, amma çox diplomatik oyunlar oynayır. O Braziliyanın prezidenti durub indi gəlib Moskvaya. Braziliya hara, Moskva hara, Braziliya hara, SSR hara. Həmişə belə münasibət var. O BRICS-in nə olan şeydir BRICS? BRICS-in üzvüdür, amma o bir də gördün o Braziliyanın prezidenti özü də getdi hakimiyyətdən. Çünki Braziliyada bir saatlıq bir hakimiyyətdir, gəlir, gedir, bu məsələlər var. Bunun içində də Azərbaycan dövləti, Azərbaycan milləti ayaq-sayaq olmalıyıq. Dövlətimiz bununla istifadə edərək çox ağıllı, praqmatik siyasət aparır. Ona görə də biz İsraillə Türkiyənin vasitəçilik etməyimiz çox yaxşıdır. İsraillə münasibətlərimizi qurulmağımız da yaxşıdır. Mən bəzən baxıram Türkiyəli qardaşlarımız yer təmsil sözlər danışırlar və s. Biz Həmasın Azərbaycan dövləti Mahmud Abbas hakimiyyəti ilə Fələstinin o qolu ilə yaxşı münasibətləri var və dəstək də vermişik. Yəni dövlətin yaranmasında istəyirik. Ona görə də harda maraq var, harda güc var, ona görə də bu olmaz. Məsələn, Gürcüstanda yenə bir hadisələr baş verir. Bu Vitkovu gəlməyə deməyə İbrani məsələsi. Mən şəxsi fikrim bizim İbrani müqavilələrində bizim işimiz yoxdur, bizim yerimiz yoxdur. O ərəb ölkələri iləndir.
Sən bizi özü Ermənistandan bizi hara gətirir? Bəlkə Türk Dövlətlər Birliyindən aralayıb ora Bizi başa düşdük də Ermənistanın mərkəzi, Ermənistan-İsrail münasibətləri yaxşı deyil də, belə də orta babat. yox, çox pisdir. Pisdir. Paşinyan gələndə Pakistana da qarmaq atdı belə xalq dili ilə. Niyə? Çünki Hindistanda olmadı. Bu məsələlər var. Cəmran bəy, icazə Bunlar Vutkov, buyurun, fikirlərinizi saxlayın. Vutkov istəyir ki, həm Ermənistan İbrani təşkilatına girsin, həm də Azərbaycan ora girsin. Amma siz demişkən, heç birimizin biz sami xalqları deyirik, orada işimiz yoxdur. Amma Azərbaycanın İsraillə ümumiyyətlə problemi yoxdur. İsrail bizdən dostdur. Yəni Ermənistanın problemi ola bilər. Onun da özləri getsin deyə. Bizim ora Vitkov iş adamıdır, milyarderdir, Trumpın 50 illik dostudur. Trumpın nümayəndəsi generaldır, amma o general yox, bu kişi bu işlə məşğul olub. Bu da bir qarant görsənməyən. Rəsmi nümayəndə o generaldır da, bilirsiniz, general leytenantdır. Amma bu kişi bu işlə məşğuldur. Həm Ukrayna məsələsi ilə hər yerdə oldu, hər yerdə batırıb. O general da iş burasıdır ki, Ukraynanın əleyhinə danışır. Bu nə tər olur, mənim başım çıxmır. Bir də Pakistan-Hindistan müharibəsində Cəmran bax, bu benzin gülməli bir və biz qarışmırıq, getsinlər, vuruşsunlar. Belə dövlət katibi, bu nə cümlə idi, mən başım çıxmır. Harada işləri alınmır deyə biz qarışmırıq. Qarışmırıq, amma sonunda barışdırdılar. Çünki Pakistanın səfiri gedib ki, bizim ora işimiz yoxdur. Yəni bizim getməyimizin, biz orada nağaracağıq. Amma mən bir dəfə bir jurnalist, yenə hörmətli bir jurnalist sual vermişdi ki, Trump gəlsə bizə nə kimi təzyiq eləyə bilər? Biz sizi bununla danışmışıq. Çinə görə eləyə bilər. İndi bu təzə hiylədir. Çünki Ermənistan da Çindən yaxşı münasibətlər. Yəni Çin Amma Çində bizim dövlət başçısını qarşıladı. Elə pompa ilə qarşılanmağı. Mənim bu yol buradan gəlir ki, sizə. Mənim bu şüarımdır. Siz də bunu dəstəkləmisiniz. Mən də bunu bir hörmətli yaşlı professordan uğramışam, halallıq istəmişəm. Lazımlı adam olmalısan. Bu gün biz Çinə lazımıq. Bəli. Bir kəmər, bir yol layihəsi. Bəli, yol buradan gəlir ki, sizə. Vizasız əlbəttə yaxşı elədik, götürdük. Təsir, lazımlı olmalısan. Bu gün lazımlıyıq ki, Rəcəb Tayyip Erdoğanı tanıyan adamlardan da şəxsən mən oturub danışmış, söhbət eləmişim, şəxsən onun müşavirlərinə tutmuş, özünü də bir tələbə vaxtı dinləmişim. Çox tərs bir adamdır. O adamı biz gətirib, inandırıb gətirmişik, yəni nümayəndə gəlib Bakıda İsraillə görüşdü. Demək biz böyük bir... Böyük olurdu, çox böyük. İsraillə... Və onu heç kim bacarmır. Nə Amerika bacarır onu, nə Böyük Britaniya bacarır onu, nə Rusiya heç kim, biz bacarmışıq onu. Kamran bəy, Oman var, balaca belə bir dövlət, sultanlıqdır. O adam görürsünüz, gizlin İranla Amerika arasında vasitəçilik edir. Bugün Çinlə Amerikanı barışdıran, vasitəçilik eləyən bizim Pakistanda qardaşlarımız oldu. İstinad Henry Kissingerin Çin kitabı, gedin alın oxuyun. Yəni, diplomatiyanı güclənməlisən. Bu, müasir diplomatiyada da hətta suallar dərsin keçdiyini bitir ikinci semestri, orada salmışıq bu. Vasitəçi diplomatiya. Yəni, biz gətirmişik, biz Türkiyə ilə İsrail münasibətləri pis olmamalı. Nə qədər pis olur bizim də ziyanımız. İstər-istəməzdən müsəlmansınız. Məsələn də bizim ziyanımızdır. Mən görürəm də indi ölkəmizə qarşı Türkiyədə bu Həmas müharibəsi nələrdir. İndi danışa bilmirəm. Mən yenə demişəm, istəmirəm deyim, amma bizim səfirlərimiz, səfirliklərimiz müəyyən zəif işləyir. Nəysə, bu propagandalara qarşı iş qarşı qoyulmalıdır. Siz bizdən nə istəyirsiniz? Yəni biz nə? Bu məsələlər var. Ona görə də bu çox vektorlu siyasətdə, bu çox vektorlu bizdə var olmalıyıq. Ümumiyyətlə bu, biz sizdən bir dəfə də demişmişik, yoxdur da, lider yoxdur, bu müharibələr qan gövdəyə götürür, kimin torpağını tutur, işğal edir, o indi Trump İrlandiyanı sizdə dayandı, istəsin, o da istəmir. Hər yerdə dayanıb, Kanadanda, Meksikaya divar Qəzzada nə edirdi? Yəni, gəh təhsil nazirini çıxardır, gəh Harvard Universitetinə deyir bunu. Belə qəribə, bu adam indi düzdür, heç xalq seçib, heç də deyə bilməzsən. Amma bu siyasət var. Qısası, Trumpın bu çox vektorlu siyasət Çinə qarşı öz imicini bərpa eləmək və əlbəttə ki, İranı müəyyən bir məsələ husiləri vurub təzyiq eləyib çıxartmaq siyasətidir. İstanbul görüşməsində də ümid edirəm humanitar məsələlərdən bağlı atəşkəs ola bilər, nə bilim nə ola bilər, amma Vladimir Zelenski kişi kimi belə səmimi cənab Zelenski açıq dedi ki, mən bura atəşkəsə gəlmişəm. Təbii. Yəni, onu heç kim də elə əgər heli idisə, Vladimir Putin Donetski, Luganski tutmamışdı. Deyirdi, Krımı qəbul elə, gəl olacaq. Elə onlar da bu qədər qanla gövdəyə götürülür. Orada razı olacaqlar. Təşəkkür edirik sizə vaxt ayırıb gəldiyinizə görə. Məncə bu da hər zamanki kimi
Təbii ki, maraqlı sizin oldu. analitikanız həmişə 2 maraqlı. aydan sonra da yenə bir maraqlı görüş. Məncə bir aydan sonra, 2 aydan deyil, bir aydan bir. 2 aydan sonra yəni görüşmür, 2-ci aydır bu. Hə, amma bu nasıl bir aydan bugündən sonra sonra bir aydan sonra görüşəcəyik. Təşəkkür edirəm Teymur bəy. Əziz dostlar, baxın bizim